İşğaldan azad edilən ərazilərə böyük qayıdış davam etdirilir. Bugün Tərtərdən Ağdərə və Ağdam rayonlarına növbəti köç yola salınıb. Ümumilikdə 150 nəfər yurduna qayıdıb. Onlar ömürlərinin bundan sonraki mərhələsini doğma ocaqlarında keçirəcəklər. Bugün Tərtərdən daha 40 ailə Ağdərənin Həsənliz kəndinə yola salınır. Bugünkü köçlə daxil olmaqla artıq Həsənliz kəndində 452 sakin məskunlaşmış oldu. İllərdir yurt həsrəti çəkən sakinlər bu günü bayram ab-havası ilə yaşayırlar. Çünki bir gün yenidən geri qayıdıb dədə-baba torpaqlarına ayaq basmaq, orada yaşamaq arzuları indi həyata keçir. 30 ildən sonra, 32 ildən sonra biz doğma yurdumuza, dədə-baba ocaqlarına qayıdırıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin, ölkəmizi qorusun. Oradan çıxanda 9 yaşım var idi. Çox sevinirəm, öz doğulduğum yerə qayıdıram. Həyəcanlısan mı? Biraz hərcanlıyam, hə. Amma sevinirəm də, yəni o hərcan, sevinç hərcanıdır. Mənim üçün ən gözəl gündür. Çox ağır günlər çəkmişik. Hamımızın Allah üzünü ağ eləsin, prezidentimizin canını sağ eləsin. Bütün qaşqınlarımız öz torpağımıza qayıtsın. Sevinçliyik, həyəcanlıyıq, hər ikisi var, torpaqlarımıza qayıdırıq. Çox gözəl oldu. Çox çətin. Çox gözəldir ki, indi öz torpaqlarımıza qayıdırıq. Həsənriz kəndi növbəti sakinlərini qarşılayıb. Daha 40 ailə bu kənddə evlə təmin edilib. Bir ailə isə Ağdamın Sarıcalı kəndinə köçürülüb. Azad ərazilərdə həyata keçirilən geniş miqyaslı layihələr insanların yurdlarına qayıdıb təhlükəsiz şəraitdə yaşamalarını və işləmələrini təmin edir. Hazırda Qarabağda və Şərqi Zəngəzurda orada müxtəlif sahələrdə işləyənlərlə birlikdə 43 mindən çox insan yaşayır. Elnur Tofiq, Rəşidə Zülfüqarova, Elmin İsfəndiyarov, Şahnun Qasımova, ATV Xəbər.